Hər vaxtınız xeyirli olsun. O rus dilində var da bizdə elitar təbəqə var, özlərini elitar görürlər. Nəyi çatdırmaq istəyirəm sizə? İnandırım sizə o rus dilində danışanlar, o rus dillilər gəlirlər bura Almaniyada. İndi mən əsas olduğum yer buradır. Başqa yerlərdə də şahidi olmamışam, amma eşitmişəm ki, vəziyyət eynidir. Gəlirlər bura nə restoranda, nə ictimai yerlərdə özlərini aparmağı bilmirlər. Rus dilində Bakıda nətər bağıra-bağıra danışırlarsa, burada da elədir. Almanlar da bilir ki, bu rus dilində danışır da, az çox başa düşən var. Və qətiyyən hörmət qoyulmur, çox ədəbsiz görünür. Ədəbsiz görünür, sanki gəlib bura Almanlar da rus dili danışmalıdır. Bura Azərbaycan deyil, sən istədiyinə rus dilində bağırasan, çağırasan, söyəsən. Burada məşhur İtalyan restoranı var, hamı bilir mən qaldığım şəhərdə. Bizim Kassel, Göttingen, buralarda İtalyan restoranları 3-4 dənəsi məşhurdur. Ora çox sakit və səliqəli yerdir da. Sakit necə? Elə danışsan kimsə narahat olmur. Qardaş, getmiş yora oturmuşuq. Biri var, gəlib burada nəsə sənət işləri var idi. Biz də çalışdıq, advokat tapdıq ona. Qardaş, restoranda oturub. O kimini interesini, nə bilim, qışqıra-qışqıra elə danışır. Böyürdəkilər də çönür mənə baxır, mən də utanıram da. Bunu da birinci dəfədir görmüşəm da. Deyə bilmirəm ki, qardaş, bir səsi aşağı sal görək, sən hardasan? Elə bil Bakının 11 nömrə marşrutundadır. Nə tər çığıra-çığıra danışırsa. Rus dilində də biraz adarjeniya var axı, biraz hökm var bunların danış. Çox quru danışıq da bunların danışığı. Vallahi başa düşmürsən ki, qardaş. Bu insanlar nə yeyirlər, nə içirlər? Getdiyim hər ölkə mənə hörmət qoymalıdır, mənim dilimdə danışmalıdır. Belə olmur axı. Orada da ofisiyant qız var, tanıyır. Hər dəfə gələndə gülər üzlə. Danışırıq, eləyir, nə danka şön deyir, edir. Viget istəyir, məsəl üçün deyir, necəsən, nə var, nə yox. Çünki tanıyır da, öcə getmişik, ailəlikdə getmişik, belə təkdə də getmişik, tanıyırlar. Yəni qız demək istəyir ki, gülüşü ilə, bunu hardan tapdısan da, bu nəyə çığırır belə? Başa sala bilmirəm ki, bunlar 500 nəfər tökülüblər, Bakını işğal eləyiblər, indi gəlirlər Almaniyanı işğal eləməyə.